Yəni bir xəyal qurmaq və yaxud da demək ki, ora gedəcəm, hər şey yaxşı olacaq. Yəni internetdə bəzən mahnılara qulaq asırsan, xaricdəyəm, əsas maaşı idi və yaxud da iş tapa bilmirdiniz və yaxud da həyat şəraitiniz çox çətin idi, deyək ki, xaricdə çox vaxt keçirdirdiniz. Çox insanlar çətinliklərdən danışmırlar. Çünki onlar fikirləşirlər ki, bura gələndən sonra özü görər, özü öyrənər. İlk 6 ayda çox çətindir. Çünki beyin bunu qəbul eləmir, yeni mühitdir, yeni ölkədir. Yəni hər şey İnternetdə araşdırdım bu barədə, əslində xarici köçün çətinlikləri barədə, amma qarşıma belə yaxşı bir, etibarlı bir kanal və yaxud da bir tərəf çıxmadı. Ya bunlar bir növ desək, kiçik ölkələr haqqındadır hansısa və yaxud da hansısa bir demək şəhərlər haqqındadır. Ümumi belə bir məlumat yoxdur ki, xaricə köçün hansı çətinlikləri var. Ona görə qərara gəldim ki, belə bir video çəkeyim. Hər bir insan təbii ki, özünün fərdi, belə deyək, hər bir insanın özünün fərdi təcrübələri var. Ona görə də mən də öz təcrübələrimi bölüşəcəm. Bilirəm ki, Azərbaycanda xeyli bunun romantikasında olan insan var. Xarici köçəndən sonra həyatım daha yaxşı olacaq, daha çox gəlir əldə edəcəm və s. bu kimi düşüncələr var və o düşüncələr hardasa haqlıdır. Çünki istər-istəməz daha çox fürsətlər olur. Ən çox da son illərdə yaxşı gəlir səviyyəsində olan insanlar bunu arzulayırlar. İndi hamının burada məqsədləri fərqlidir. Bunu birinci ayırmaq lazımdır ki, nəyə görə köçmək istəyirsiniz? Çünki burada belə bir məqam var ki, yəni köçmək istəyən insan ilk növbədə özü-özündə bir müəyyənləşdirməlidir ki, nəyə görə? Yəni daha çox gəlir əldə etmək üçün, yoxsa həyat şəraitini yaxşılaşdırmaq üçün. Çünki heç də köçən insanların hamısının gəliri aşağı deyil. Nə qədər də bu sosial mediada görsənsə də. Ona görə də birinci bunu müəyyənləşdirmək lazımdır ki, hansı gəlir səviyyəsindəsən. Yəni köçmək üçün nələr lazımdır? Yəni hansı məqsəd nədir, motivasiya nədir? Yoxsa bu sonda yəni o qədər də yaxşı nəticələnməyə bilər. O mənada ki, yəni müəyyən peşmançılıqlar olar. Xaricə mən artıq 3 ildir Azərbaycandan kənarda yaşayıram. Ən böyük çətinliklərdən biri təbii ki, sıfırdan bir həyata başlamaqdır. Yəni heç bir burada dostlar və yaxud da geniş ailə təsəvvürü dediyimiz qohumlar, xala, əmi, bibi və yaxud da digər dostlar, bunlar olmurlar. Məsələn, Bakıda yaşayanda, yəni Azərbaycanda yaşayanda deyək ki, müəyyən qədər dostlarla ətrafla görüşlər olur həftədə bir dəfə və yaxud da ayda bir neçə dəfə və s. Bunları yəni rahatlıqla demək olur ki, getmirəm və yaxud da iştirak eləmirəm və s. Amma xaricdə yaşayanda bunların heç biri olmur. Yəni heç kim sizi uzun müddət harasa dəvət eləmir görüşməyə və yaxud da sosiallaşmaq baxımından olduqca ciddi problemlər olur. Yəni fərqi yoxdur. Siz ola bilər ki, ekstravert insansınız və yaxud da introvert insansınız. Bunu nəzərə almaq lazımdır ki, dostluqlar qurmaq, ətraf yaratmaq çətin olacaq. Xüsusilə də müəyyən bir yaşdan sonra gənc olanda getmək hər bir halda insan daha belə plastik olur və müəyyən mühitlərə daha çox öyrəşir. Amma artıq müəyyən bir yaşdan sonra, mən deyərdim ki, 30 yaşından sonra gedəndə, indi 30 yaşını əgər keçmiş insanlar baxırlarsa videoya bilərlər ki, dostluqlar qurmaq olduqca çətindir 30 yaşdan sonra. Ona görə bu bir problemdir. Yəni 30 yaşdan sonra, xüsusən də gec yaşlarında xaricə köçmək problemli, dostluqlar yaratmaq, dostlar tapmaq çətindir. Bu insanın şəxsi həyatında da təbii ki, belədir. O müəyyən yaşdan sonra artıq insanların bir növ desək, filtri daha dərin işləməyə başlayır və ona görə də dostluqlar qurmaq çətin olur. Bu belə, yəni dostluqlar qurmaq, sosiallaşmaq olduqca çətindir və olduqca problemlidir ilk başlarda və bu istər-istəməz insana müəyyən qədər çətinliklər yaradır. Dediyim kimi, ola bilər ki, çox ekstravert insansınız, çox belə yəni iş yoldaşlarınız və s. Amma iş yoldaşlar o qədər də yəni o dostluq çevrəsinə təəssüf ki, aid ola bilmirlər. Çünki eyni insanlarla işdə qarşılaşırsan və onlarla işdən kənar dostluq bəlkə də 1-2 ola bilər, amma ümumi bu çox sayda olmur. Bu belə. İkinci bir məsələ, ilk başda beyin bunu qəbul eləmir. Yəni darıxırsınız istər-istəməz.
Yəni nə qədər də çətin şəraitdən gəlsəz belə, deyək ki, işiniz az maaşlı idi və yaxud da iş tapa bilmirdiniz və yaxud da həyat şəraitiniz çox çətin idi, deyək ki, tıxacda çox vaxt keçirdirdiniz və bu istər-istəməz şəxsi maşın olsa belə, istər-istəməz insanı müəyyən qədər əsəbləşdirən faktorlardır. Daha çox o Maslovun piramidasında dediyimiz kimi, yəni insanlar artıq müəyyən şeyləri əldə etdikdən sonra, konfor zonasını düşəndən sonra onların ehtiyacları və istəkləri dəyişir. Ona görə də bu, məsələn, Bakıda deyək ki, tıxacda oturub və bundan bu çətin bir şərait, hər insanın deyir ki, hər insanın dərdi özünə dağ boydadır və o, deyək ki, tıxac problemindən qaçmısınızsa və yaxud da az maaşdan qaçmısınızsa, bu bir müddət 2-3 ay insanı bir növdə döngüdə saxlayır. 2-3 aydan sonra isə artıq adiləşməyə başlayır. Ona görə də o çətinliklərdən ötürü belə insan bəzən darıxa bilir, müəyyən qədər stresə düşür və beyin tamamilə başqa cür işləyir. Ona görə bunlara hazır olmaq lazımdır ki, ilk başlarda, xüsusən də ilk 6 ayda mən deyərdim, ilk 6 ayda çox çətindir. Çünki beyin bunu qəbul eləmir, yeni mühitdir, yeni ölkədir, yəni hər şey başqa cür artıq qəbul olunur. İstər-istəməz o vərdişləri dəyişmək məcburiyyətində qalırsınız. Ona görə də bu çətin olacaq. Ona görə də mən tövsiyə edərdim ki, xaricə köçəndən sonra tez-tez Azərbaycana gedib gəlin ki, yəni ailəmizlə təmasda olun, dostlarla təmasda olun ki, belə bir problemlə qarşılaşmayasınız. Yoxsa çox çətin olacaq və istər-istəməz insana ömür bir dəfə verilir və bu ömrü bir növ desək keyfiyyətli yaşamaq lazımdır. Yəni özünüzü dərdə, belə deyək, dərd üzərində saxlamaq və ya da depressiv bir vəziyyətə düşmək, bunu heç kim istəməz. Ona görə də mümkün qədər Azərbaycana tez-tez gedib gəlin, təbii ki, imkan daxilində. Düz ölkədən də çox şey asılıdır, amma bunu eləmək olar. Yəni orada müəyyən qədər təbii ki, pul, ödəniş, aviabiletlər və s. amma ona o qədər də fikir verməyin. Çünki o ödədiyiniz pul əslində o qədər pul kimi də görmək lazımdır. Bu sosiallaşmaqdır, bu ailəsinin yanına getməkdir. Bu kimi şeylər var. Belə, növbəti bir məsələ təbii ki, yeməklərdir. Nə qədər də bu belə qəribə səslənsə də, xaricdəki yeməklər, yəni ağız dadınız konservativ birisinizsə, dadlı yeməkdən zövq alan adamsınızsa, xaricdə isə çox çətin olacaq. Çünki buradakı yemək seçimi nə qədər də geniş olsa da, bu o qədər də yəni sizi qane eləmir. Çünki ağız dadı fərqlidir və yaxud da evdə ola bilər ki, bişirirsiniz, qonaq gedirsiniz harasa, xalavuz gilə, bibimiz gilə, məsələn, mən bibimgilə tez-tez biz gedib gəlirdik. Yəni mən də təbii ki, hal-hazırda Azərbaycanda deyiləm, bu alınmır. Amma yəni orada bişirilən yeməklər, təamlar, hətta belə bir xırda bir manqal, yəni bu bir növ desək yoxdur. Ola bilər indi müəyyən qədər ailələr piknikə gedirlər, müəyyən burada məqamlar var, amma o dadı ala bilmirsiniz və yaxud da deyək ki, ingredientlərdir, hansısa kartof olsun və yaxud da düyü olsun, həmin olsa da bu çox çətindir. Xüsusən də əgər tək yaşayırsınızsa xaricdə, yəni ailə ilə bunu etmirsinizsə, bu olduqca çətin olacaq sizə. Ona görə də başdan beyninizə elə proqramlayın ki, yəni yeməklər, biraz yemək konservativliyindən çıxmaq lazımdır. Yəni çox yeməyin üzərində hekayə qurmaq və yaxud da çox, belə deyək ki, özünüzü buna həsr eləmək olmaz. Çünki sonda məyus ola bilərsiniz və yaxud da ola bilər ki, yəni siz Azərbaycandan nəsə göndərsinlər arada sırada, amma buna diqqətlə fikir vermək lazım, çünki bəzi Avropa ölkələrində yəni yeməklə bağlı problem yaradırlar həqiqətən də, yəni yemək məsələsi çox çətindir. Belə, növbəti deməli məqam isə ondan ibarətdir ki, yəni sosial vərdişlər dəyişir. Məsəl üçün, xaricdə ola bilər ki, Azərbaycanda məsələn necədir, yəni çox maraqlanırıq da bir-birimizlə və yaxud da soruşuruq əhval-ruhiyyəmizi, necəyik, yəni sosial münasibətlər olduqca bir-birinə bağlıdır. İstər qohum olsun, istər dost-tanış olsun, məsələn, mən iş yerimdə tez-tez iş yoldaşlarım gedirdilər harasa gəzməyə, eləməyə, yəni burada sizi dəvət edirdilər tez-tez bu tip, belə deyək, tədbirlərə, yəni Azərbaycanda, amma xaricdə belə bir şey yoxdur, yəni maksimum çıxıb haradasa bir kofe içə bilərsiniz, yəni bir kofe içdiniz, bir şirniyyat yediniz və çox vaxt bundan o tərəfə də keçmir və çox insanların vaxtı limitlidir. Məsələn, Azərbaycanda elədir ki, bir nəfərlə görüşdünüzsə, yəni orada vaxt limiti az olur.
İstədiyiniz qədər otura bilərsiniz və yaxud da bu məkan xoşlamadınız, getdiniz başqa məkanda oturdunuz. Burada elə bir şey yoxdur. Yəni insanların sosial vərdişləri fərqlidir. Ona görə də sizi danışdırmaya bilərlər. Mən bundan çox qarşılaşmışam. Yəni ona görə də biraz introvertləşə bilərsiniz, deyərdim. Yəni mənim şəxsi təcrübəmdir bu. Bəlkə də fərqli insanlarda fərqli cür alınır. Bir də təbii ki, insanlar yəni sizin barənizdə çox fikirləşmirlər, çox düşünmürlər. Yəni belə deyək, o türklərin bir sözü var, yəni umurunda olmamaq, vecinə olmamaq. Yəni insanların vecinə deyilsiniz. Bu bir tərəfdən yaxşıdır, bir tərəfdən pisdir. Yaxşıdır ona görə ki, siz artıq öz həyatınızdır, heç kim sizə qarışmır. Bu müsbət tərəflərini bilirsiniz, ona görə mən çox danışmıram bu barədə. Mənfi tərəfi odur ki, heç kim sizlə maraqlanmır. Yəni bir müddətdən sonra artıq, yəni öz ailəniz deyilsə təbii ki, heç kim kənarda sizlə maraqlanmır. Siz nə iş görürsünüz, necə yaşayırsınız? Yəni bu yaxşıdır əslində ilk başda, amma bir müddətdən sonra artıq o maraq olmayanda, o sosial əlaqələr itəndə bu istər-istəməz insana psixoloji mənfi təsir edə bilər. Belə. Sonra ən yəni maraqlı tərəflərindən biri də, bu miflərdən biri də xaricdə gələndə yüksək gəlirdir. Yəni bura gələndən sonra çox insan fikirləşir ki, yüksək gəlir qazanacaq qısa müddət ərzində. Düzdür, gördüyünüz işdən çox şey asılıdır. Hansı işlə məşğul olursunuz? Məsələn, mən müəllimlik eləyirəm və belə deyək də, bura artıq iş dəvəti ilə gəlmişəm, işləyirəm. Amma məsələn, insanlar var ki, onlar gedib belə işi həmin yerdə tapırlar və yaxud da iş şəraiti müəyyən qədər fərqli olur. Yəni, mifi birinci qırmaq lazımdır ki, yəni burada gəldin, dərhal iPhone, maşın və s. və axır, bunlar bəli, əl çatandır. Amma heç də pulsuz deyil və yaxud da rahat deyil. Yəni, onu əldə eləməkdən ötürü də işləmək lazımdır və yaxud da kirayədir, maşının özü, məsələn, əgər kreditlə alınırsa, bunlar hamısı puldur. Və əgər siz işləməsəz, deyək ki, 1 gün, 2 gün, 3 gün işləməsəz, heç kim sizə dəstək olmayacaq. Yəni, təbii ki, dostunuz, tanışınız var, indi ola bilər ki, kimlənsə əlaqə keçərsiniz, biraz borc alarsınız. Şəxsən mən borc almağı o qədər də sevməyən bir insanam. İstəyərəm ki, özüm əldə edeyim. Ona görə əgər biraz düşünürsünüzsə ki, yəni bunlar asan olacaq, bəlkə də iPhone alacaqsınız, bəlkə də maşın alacaqsınız Azərbaycandan daha aşağı qiymətə və daha tez. Amma bilin ki, yəni həm də işləyəcəksiniz. Yəni istirahət təəssüf ki, olmayacaq. Ona görə də bunu da nəzərə almaq lazımdır. Yəni o effektlər hamısı bir-bir aradan keçir. Yəni o qazanca çatmaq olar, daha çox qazanmaq olar, amma yəni onun əhval-ruhiyyəsi ilə, onun belə təkcə verdiyi üstünlüklərlə yola çıxmaq olmaz. Bir faktor nədir? Daha bir faktor odur ki, yəni bir xəyal qurmaq və yaxud da demək ki, ora gedəcəm, hər şey yaxşı olacaq. Yəni internetdə bəzi mahnılara qulaq asırsan, xaricdəyəm və s. baş dumanlı, hər şey mənim üçün yaxşıdır, yəni darıxmaq və s. Bunlar ilk başda çox belə cəlbedici görsənir insana, mahnılarla və s. və axır. Amma bir müddət keçəndən sonra bunlar da öz əhəmiyyətini itirir. Çünki günün sonunda insan artıq belə şeylərdən bezməyə başlayır. Ola bilər ki, hətta yəni insanın beyni tamam başqa cür belə deyək də funksiyaya düşür. Məsəl üçün, məndə belə bir şey olmuşdur ki, mən daha çox keçmişi xatırlamağa başlamışdım və s. Yəni belə şeylər də insanda olur. Müsbət və mənfi cəhətləri var təbii ki, amma o dediyim kimi, o romantika ilə yola çıxmaq olmaz. O var, o bəlkə də yaxşı bir şeydir, bir çoxunu motivasiya eləyir. Amma yəni yola çıxanda sırf fikirləşmək olmaz ki, gedib orada oturub xaricdə aidi mahnılarına qulaq asıb Bakı üçün darıxacam və mən özümü çox belə yaxşı hiss eləyəcəm. Yəni belə bir məsələ yoxdur. Belə, yəni xaricə köçməmişdən qabaq diqqətlə hər şeyi araşdırmaq lazımdır. Hara gəldi, necə gəldi, köçmək olmaz. Kimlərdənsə soruşmaq lazımdır ki, orada necədir, hansı formadadır. Çox insanlar çətinliklərdən danışmırlar. Çünki onlar fikirləşirlər ki, bura gələndən sonra özü görər, özü öyrənər. Mən əksin düşünürəm. Mən düşünürəm ki, çətinliklərdən xəbərdar olmaq lazımdır ki, sonra gözləntilər, çünki insanın gözləntiləri nə qədər yüksəkdədirsə, həmişə onun, yəni əgər o gözləntilər qarşılanmırsa, istər-istəməz sonra problemlə qarşılaşır. Belə növbəti videolarda mən bu bütün məsələlər haqqında daha ətraflı danışacağam. Hələlik bu qədər.